Salam əziz dostlar, həmkarlar, uğur qazanmaq istəyən gənclər, xanımlar və cənablar. Bugün sizə möhtəşəm bir kampaniya haqqında, yeni iş modeli haqqında məlumat verəcəyəm. Amma əvvəlcə bir neçə kəlmə özüm haqqında sizə məlumat vermək istəyirəm. Mən Əzim Vağaysen, uzun müddət həkim işləyirəm. Bir çox uğurlarım olmuşdur. Öz müalicəmə bioloji aktiv əlavələri də daxil etdim, uğurlarım bir daha artdı. Bu müalicəvi məhsullar birbaşa satış ilə yayıldığına görə onu dərindən öyrənməyə başladım. Onun bir elm və çox mükəmməl biznes olduğunu, insanı özünə sahib edə biləcəyini dərk etdim. Bilmədiyimiz iş haqqında əlbəttə ki, doğru fikir söyləmək çox çətindir. Dünya səviyyəli network milyonçuları Ata Məmmədov və Randy Gage'in komandasına daxil olub seminarlarında iştirak etdim. Müəyyən uğurlar qazandım. Menecer, premyer və prezident klubların üzvü pilləsinə yüksəldim. Cruise dünya səyahətinə dəvət aldım. Bu slaydlarda siz onlar hamısını görürsünüz ki, bütün görürsünüz. Bir şey deyəcəm. Əziz dostlar, sizə məlumat vermək istədiyim beynəlxalq bir şirkət, beynəlxalq səviyyəli elektron ticarət platformasıdır. Bunun adı LiveGood'dur. Bu, yaxşı yaşama deməkdir. Burada çox gözəl iş fürsətləri var, qazanc və rütbə platformasına yüksəlmək mümkündür. İndi görək ki, bu şirkət, bunun qiyməti nədən ibarətdir? Hər birimiz müəyyən maddi vəsait əldə etmək istəyir ki, öz ailəmizi yaxşı dolandıraq, halal bir yolla. Əlbəttə ki, minimum sərmayə, maksimum qazanc, istədiyimiz zaman, istədiyimiz yerdən çalışma imkanımız olacaq. Bəsit və kopyalanan bir sistemdir və pulsuz dərslər keçilir. Ümumiyyətlə götürəndə işlər ki, var maaşlı işlər və onlayn işlər vardır. Yəni, burada maaşlı işlərdə belə gündə 8 saat işləyib, həftədə 40 saat, aylıq məsələn 500-1000 arası qazancı əldə olunur. Amma bu birbaşa satış sənayesində və digər onlayn ticarətlərdə isə gündə 2 saat işləməklə həftə 12 saat və aylıq qazanc 2000 və daha çox vəsaitlə 2000 dollardan 5000, 10.000 dollara daha yüksək qiymətlər qazanc əldə etmək olur. Ümumiyyətlə, insanın həyatında ən mühüm rol oynayan sağlamlıq, maddiyyət və zamandır. Və bunlar üçü də bir yerdə olan insan xoşbəxt olur. Bir anlığa biz bu qrafikə fikir versək, burada demək, qara xətlərlə maaşlı işlər göstərilir. Maaşlı işlər bilirsiniz ki, qalxıb enmə və inflyasiya var. Klassik ticarətlərdə belədir ki, müəyyən yanğınlar ola bilər, bankrot ola bilər, uğurlu hadisələr baş verə bilər və insan özü işləməlidir orada. Amma digital sahibkarlıq isə girişimçilik belə deyək, o isə demək yüksək xətlə inkişaf eləməyə başlayır. Bu hamıya tanışdır. Amazon.com saytı, yəni ki, bunun beynəlxalq səviyyəli bir elektron ticarət platformasıdır. Və burada gördüyünüz kimi Jeff Bezos'un Jeff Bezos əvvəl böyük bir şirkətin direktoru idi və onun sahibi idi. Orada o eşidəndə biləndə ki, internet vasitəsilə qazanc 2000%-ə qədər artacaq, ticarət artacaq və ona görə o həmin şirkəti buraxdı və gəldi sıfırdan olaraq qarajda bu Amazon.com-u yaratdı və burada gördüyünüz köhnə kompüterdir və gördüyünüz kimi avadanlıq var. Və bu, oradan sıfırdan başlamaqla köhnə kitablar satmağa başladı. Köhnə kitab satmağa başladı elektron saytlar vasitəsilə və müəyyən dövrdən sonra kitab satma, cəmaət kitab almağa artıq tərk etdi. İnternet çıxandan sonra kompüterdən, telefon istifadəni başladılar və Jeff Bezos demək data center yaratdı və hal-hazırda Amazon şirkətinin indiki durumu belədir. Amazon şirkəti 98-ci ildə Jeff Bezos'un duruşunu görürsünüz və 2017-də onun duruşuna baxın, görünəcək bir milyoner duruşuna sahibdir.
Hal-hazırda Amazonun 230 milyon abunəçisi, 330 milyon istifadəçisi vardır. Amazon hakkında bir daha qaydarıq. Bu indi biz ümumiyyətlə bütün bizneslərdə innovasiya, yəni ki, novatorluq, yenilik çox üstünlük təşkil edir və əvvəlki gördüyümüz video magnitofonların vasitəsini görür və Spotify çıxandan sonra bunlar hamısı sıradan çıxdı. Və artıq abonelik sistemi ilə Spotify hər hansı bir mahnı sifariş verib orada istifadə edə bilirsiniz. Disklər isə tanış damısı, zarafatla yumruq kaçitlər deyərik biz bunlara. Və Netflix çıxandan sonra abonelik sistemi ilə orada 2-3 dollar ödəməklə istədiyiniz video, filmləri izləyə bilirsiniz. Telefon jetonları xatırlayır hər biriniz və e, smart telefonlar çıxdı və Turkcell məsəl üçün bu abonelik sistemi ilə vaxtilə Turkcell-i yaradan şəxs gəldi, demək ki, Koça və Sabancıya yaxınlaşdı ki, bəs bu böyük bir ideyamız var, bəs bunu reallaşdıraq, sponsorluq ediyorlar, bunu başa düşmədilər və Turkcell-in sahibi təhv eləməsə Muraddır, o demək gedir, yaxınlaşır bir iki əkiz qardaş hansı ki milyoner onlarla bu işi görür və abonelik sistemini qoşur və hər kəs də abonelik sistemini istifadə edərkən bu həmin telefon demək vasitələri, mobil rabitə vasitələri milyonçulara çevrildilər. Və Türk Telekom, həmçinin Vodafone bizim özümüzdə Baxsel, Azercell və Narmobile və digər demək mobil operatorların və şirkətlərin demək varlanması görürsünüz. Bunlar hamısı abunə sistemi ilə bu işi görürlər. Yəni abunəlik sistemi bir cep bir yenilik gətirdi və bizim şirkətdə də dediyimiz kimi Livgood'un buna nə əlaqəsi var, nə dəxləti var? İndi bu haqda biz danışmaq istəyirik sizə. Demək Livgood 2022-ci ildə Florida'da Amerika Birləşmiş Florida ştatında yaradılmışdır. Əsas məqsədi həm sağlamlıq məhsulları, həm də ki, demək hər şey, bütün məhsullar burada satılacaq. Eyni zamanda 200-ə yaxın burada məhsul olmalıdır. Abonelik sistemi ilə çalışır və bu da elə bir ki, həmin Amazon.com-dan və digərlərdən bir nümunə götürər, belə bir demək sistem əmələ gətirmişdir. Demək, burada üstünlük nədən ibarətdir bu şirkətin? Üstünlük ondan ibarətdir. Burada hər hansı bir məhsul alıb satma yoxdur. Ondan sonra hər hansı bir ambar düzəltmə yoxdur. 200-ə yaxın ölkədə elektron ticarət etmək mümkündür və bunun qazancı dollar üzərinə verilir və rütbələr xala görə deyil, məsəl üçün müəyyən dövrə görə, insanların sayına görə götürülür və 90 gün ərzində istədiyiniz məhsulu alıb xoşunuza gəlməsə, boş qutunu göndərsiniz, sizin pulunuz tam sizin kartınıza geri qaytarılacaq. Bu şirkətin qurucusu Ben Glinski'dir. Ben Glinski 20 ilə yaxın bir müddət ərzində müxtəlif şirkətə yaratmışdır. Onların demək ki, qurucusu olmuşdur və o bütün bu şirkətlərdə, bütün bu demək şəbəkə marketinqlərində olan vəziyyəti çox yaxşı öyrənmiş və özü də artıq ondan əl çəkməyə başlamışdır. Lakin təzədən o yenidən bir fikrə gəldi ki, bəs bu şirkətlər hansı ki, deyək ki, bu əvvəlki şirkətlərdə insanlar, yuxarı rütbədə olan insanlar, liderlər qazana bilirdi, aşağıdakılar qazana bilmirdi. Ona görə belə bir qarşısına məqsəd qoydu ki, elə bir şirkət, elə bir iş modeli yaradacağam ki, həmin iş modelində ən sadə insan da qazana bilsin. Yəni, ancaq liderlər yox, demək, sadə insan da, sonradan gələn insanlar da yaxşı qazana bilsinlər. Ona görə o bu modeli yarattı. Burada Nadir Xazan şirkətin direktorudur. Ben Glinski'nin burada görürsünüz bunun qurucusudur və burada həkimlərdir. Ər-arvad bu şirkətin həkimləridir. Və Business for Home saytında dünyavi sıralama bir saytıdır. Bu saytda şirkət qısa müddətdə 700 kampaniyadan birinci yeri tutdu. Səs vermə yolu ilə həm tez inkişaf eləmək, həm demək onun dövriyyəsinə görə, həm onun öz distribüterlərinə verdiyi qazancı miqdarına görə hamıdan birinci yerdə oldu. Həmin sayta özünüz də baxa bilərsiniz. Burada görürsünüz ki, Business for Home saytını buradan görürsünüz. Bu Nokia vaxtilə yeniliyi başa düşmədi və smarta keçə bilmədiyi üçün tamamilə bazardan sıxışdırılıb çıxarıldı. Livgood şirkətinin çox demək imkan verir ki, öz distribüterlərinə
endirimli məhsullar alsın, istifadə eləsin. Və bu şirkətdə bütün hər cür məhsul var. Bütün həm kardiovaskular, yəni ki, ürək damar sistemi tənzimləyən məhsullar, tam təbi və digər çəki artırma, çəki azalma, ondan sonra demək kofe var, təbii kofe, balıq yağı, ondan sonra demək maqnezium və digər məhsullar şirkətdə vardır. Bunu hər biriniz daxil olub görə bilərsiniz və bütün digər şirkətlərdən 70% demək 80% bəzən aşağı qiymətə satılır. Və məhsulu alıb, əlbəttə bir də qeyd etmək istəyirəm ki, məhsulu almaq məcburi deyil. Məhsulu hər birimiz özümüz üçün istəsək alırıq, istəməz almarıq. Bizə məcburiyyət yoxdur. Və istəyərik alıb satmaq da mümkündür. Ondan da əlavə qazanc etmək mümkündür. Şirkətin bu məhsulların Amerika Birləşmiş Ştatlarında bu ştatda demək bütün sertifikatları vardır. Demək ki, organik, ondan sonra vegan, GMP və digər sertifikatlar hamısı demək vardır. Bunu özünüzdə sayta daxil bölgənə tanış ola bilərsiniz. Demək, bu düşünəndə ki, bu şirkətin bizə verdiyi qazanc necə baş verir və burada ümumiyyətlə abunəlik sistemi və eyni zamanda elektron ticarət platforması imkan verir ki, demək biz hər birimiz burada qazanc əldə edirik. Bu eyni zamanda bizə bir platforma verir, sayt verir ömürlük. İndi biz bir qədər bu üstünə çox dayanmayaq, tez keçəcəyik əlbəttə ki, hər hansı bir məhsul satmaq üçün şirkətə müraciət edirsiniz. Deyək ki, bu şirkətə burada deyək ki, bizə bir sayt verir. Həmin saytın qiyməti məhsul satmaq üçün bir mağazində elektron mağaza verir və mağaza məhsul satmaq üçün belə aylıq məsəl üçün tutam ki 2800 TL ya illik 32.000 TL yaxud bir başqa biraz üstünlüyü olan başqa qiymətlərlə və bu İKAS saytındadır. Bu belə bir saytlar hazır insanlar üçün öz məhsul satmaq üçün. Digər bir Ideasoft məsələn 20 ildir bazardadır. Bu da saytlar hazırlamaqla məşğuldur. Elektron mağaza hazırlayır insanlar üçün, ticarətçilər üçün. Və bunu da aylıq 2500 və illik deyək ki 30.000 TL və digər burada qiymətləri görürsünüz. Sizə çox dayanmaq istəmirəm. Başqa bir sayt, yəni Digimax ondan daha yüksək qiymətlər qoymuşdur. Və burada da digər şirkətlərin, məsəl üçün, başlanğıc, hansı ki, şirkətə başlayırsınız, işə başlayanda ilkin ödəniş edir və ödənişdən neçə faiz qazanc verməyini göstərir. Referans qazancdan 20% və digər qazanclardan isə 10% demək, zəif güclü qoldan verir. Amma indi biz öz şirkətimizdən danışmağa başlayırıq, əziz dostlar, ya çox yormaq istəmirəm əlbəttə ki, burada 40 dollara şirkət bizə bir elektron ticarət platforması verir. Yəni şirkətə daxil olmaq, burada qazanc götürməyin ilkin qaydası, ilkin etabı buna var ki, biz ömrümüzdə ilk dəfə olar, bir dəfə olar, ilk dəfə olaraq ya da ilk bircə dəfə daha doğrusu, onlara 40 dollar ödəyirik və şirkətin elektron ticarət platforması sahibi. Yəni bizim özümüzün şəxsi elə bir trend yolumuz, şəxsi Amazon.com'umuz, şəxsi Alibabamız və digərimiz o. Yəni bu sayt bizimdir və bizim bu saytdan biz hər hansı bir paylaşmalı eləməklə məhsulu kim alsa bizim orada qazancımız olacaq. Yəni belə bir 40 dollara bizə bunu verir. Ömür boyu bizə bunu verir və bunu miras da biz verə bilərik. Eyni zamanda şirkətin qazancı aylıq da 10 dollar ödəməklə şirkətin qazanc planında iştirak edə bilirik. Şirkətin demək qazanc iştirak eləmək üçün 2 paket vardır. 140 dollarlı paket və 50 dollarlı paket. Yəni ki, o həmin 40 dollarla onda bunun içindədir. Yəni 50 dollara paket bundan ibarətdir ki, biz işə başlamaq üçün 50 dollar ödəyirik və 40 dollar bu saytın qiymətidir, elektron ticarət platformasının qiymətidir, 10 dollar isə aylıq abunədir. Və bu bizə nə imkan verir, nə üstünlük verir? Bu üstünlük verir ki, biz demək ki, biz elektron ticarət platformamız olur və oradan olan qazancları şirkət özündə həmin qazanca şərik edir. Və bunu biz miras da qoya bilərik, öz övladımıza keçirdə bilərik, adını dəyişə bilərik. Və 140 dollar nədir? 140 dollar odur ki, əgər biz şirkət deyir ki, əgər siz illik abunə olsanız, onda 12 ay əvəzinə 120 dollar əvəzinə siz 100 dollar ödəyəcəksiniz. 40 dollar isə həmin o bayaq dediyimiz bir dəfə cəmi ömrümüzdə ödeyirik. O da elektron ticarət platforması üçün. Yəni ki, 140 dollar illik ödeyirik və biz tam arxayın oluruq ki, bizim artıq abunəlik yadımızdan çıxmaz və bizim
demək ki, ardımızca bizdən sonra yazılan abunəçilər bizdən demək ki, e, yox olmaz, belə deyək. Onlardan bir qazancı götürə biləcəyik. Növbəti slaydlara keçən əziz dostlar, burada bizim saytı göstərir. Bizim demək ki, liderimiz Aydın Alasın saytıdır, burada göstərilir. Sağ olsun bu slaydlara görə təşəkkür edir bir daha ona. Demək, burada bilgilərin bölməsində dostlar, demək siz daxil olub bütün orada bilgiyə dəyişə biləcəksiniz. Məsəl üçün, öz adınızdan övladınızın adına, yoldaşın adına, başqa kimisə adına keçirdə biləcəksiniz. Tam rahat. Bunun üçün bir notariusa getməyə ehtiyac yoxdur, şirkətin imza almağa ehtiyac yoxdur. Və bunu özünüz buna demək ki, nəzarət edirsiniz bu saytı. Növbəti demək saytda burada 6 fərqli veb sayt verir bizə burada. Demək həm məhsul saytı, həm pərakənd satış saytı, həm qeydiyyat saytı, həm eyni zamanda 2-3 sayt da burada demək sağlam saytıdır. Hansı ki orada həkimlər demək siz onlara həkimlərə öz xəstəliyiniz, narahatsızlıq barədə, problemləriniz barədə yazırsınız və oradakı həkimlər sizə hansı məhsullar istifadə edəcəyinizi sizə tövsiyə edirlər, pulsuz parasız sizə məsləhət verirlər. Və keçək qazanc planına əziz dostlar. Qazanc planı nədən ibarətdir? Qazanc planı biz onun mahiyyətini buradan yavaş açacağım ki, bizim bu şirkətin digər şirkətlərin üstünlüyü nədən ibarətdir? İlkin etapda mən demək ikinci bonusu izah edib, sonra birinci bonusa keçəcəyəm. Çünki bu mənim bir demək çox bunun üstə dayanıram. Yəni bu şirkətdə əsas söhbət nədən gedir? Əsas söhbət birinci bizi başqasından fərqləndirən mahiyyət ondan ibarətdir ki, birinci, yəni cəlb edici bir xüsusiyyət ondan ibarətdir ki, bu şirkətdə siz heç kəsi dəvət eləməsəz, heç bir məhsul alıb satmasaz və sadəcə olaraq abunəlik haqqını ödəyib hər ay vaxtını ödəsəniz və siz demək 1 ildən 3 il müddətinə qədər ərzində siz $2000 demək aylıq qazanca çıxa biləcəksiniz. İndi bu necə olur? Mən sizə bunu bir balaca izah edeyim. Baxın, demək, məsələ necədir? Məsələ belədir ki, siz yenidən burada heç kəsi dəvət eləmirsiniz, siz şirkətə abunə olursunuz, məhsul istəsə alırsınız, istəməz almırsınız, problem yoxdur burada. Sadəcə olaraq siz ayda demək hər ay 17 manat, yəni ki $10 ödeyirsiniz və şirkətin abunəçiliyini yadda saxlayırsınız. Və sizdən sonra şirkətə yazılan insanlar, məsəl üçün, yuxarıdakı liderlər şirkətə adam dəvət edirlər və şirkətə abunə hər hansı bir şəxs, yəni sizdən sonra düşürsə və tutam ki, birinci ayda 2 nəfər, ikinci ayda 4 nəfər və bu minvalla, bu gördüyünüz qrafikdə gördüyünüz kimi yayıldıqca, düşdükcə və onda təxminən 12-ci ayda 4096 nəfər olur. 4096 nəfərlə buradakiləri toplayanda, bir yerdə şəbəkə toplayanda demək 8190 nəfər adam edir və 8190 adamda hərəsindən şirkət sizə demək 2,5% o abunəlikdən verir. Bu da edir 25 sent. 25 sent demək 8190 vuranda 25 sentə $2047 edir. Yəni əlbəttə ki, siz bu $2047 alana qədər də pul alacaqsınız. Yəni bunu da burada görün bir yazılmayıb. Demək burada bizim $2047 alan kimi, məsələn, burada 2 nəfər olursa siz 50 sent qazanırsınız. 4 nəfər olsa $1, 8 nəfər olsa $2, 100 nəfər olsa $25, 1000 nəfər olsa $250. Yəni siz 8190 nəfər olana qədər sizdə 12 dərinlik, yəni şirkətin dediyi, yəni siz heç kəsi dəvət eləməsəniz belə, sizdən sonra şəbəkəyə, sizdən sonra matriksə, sizdən sonra düşən insanlar ki, insanlar tanımırsınız ümumiyyətlə. Həmin insanların abunəliyindən şirkət sizə 2,5% verir. 2,5% o deməkdir 25 sent deməkdir. Yəni ki, dediyimiz kimi 100 nəfərdən $25, 1000 nəfərdən $250 sizə pul verir və 10.000 nəfərdən tutam ki $2500. Amma siz bu 12 dərinliyə qədər verir sizə. Yəni siz heç kəsi dəvət eləməmişsiniz, yalnız özünüz daxil olmusunuz, şirkətə abunə olmusunuz. Mən bunu sizə çox deyərim, xırdayıram, bunu çox düzgün başa düşəsiniz ki, və sizə məcbur olunmur ki, siz kimisə dəvət eləyəsiniz. Yəni bu şəbəkə, bu 12 dərinlikdə olan insanların cəmi 8190 nəfər olur və bu 890 nəfər dediyimiz 25 sent sizə verilir. Bu da $2047 edir. Şirkət təklif edir ki, əgər siz istəyirsinizsə bu 890 nəfər biraz tez əmələ gəlsin, tez də olsun, siz də onda bir iki nəfərə məlumat verirsiniz, yavaş-yavaş bu daha da informasiya paylaşılır və insanlar bura cəlb olunur və daxil olur və
sizin 2047 dolar aylık kazancınız ola bilsin ki 6 aya düzelsin, ola bilsin 1 ilə. Yəni ki, ləng olsa əlbəttə ki, bu yuxarıdakı adamların işləməyindən asılıdır, sizdən də çox şey asılıdır. Amma bütün hallarda bu hökmən dolmalıdır. Çünki sizdən sonra yaranmış hər kəsdən sonra iki xana. Burada gördüyünüz kimi, məsələn, əgər bu sizsizsə, sizdən sonra iki dənə boş xana var, iki dənə dükan var burada. Bu dükan hökmən dolmalıdır. Ona görə bu dükan gec də dolacaq, bütün bunlar dolacaq. Məsələn, əgər siz buradasınızsa, deyək ki, bu yer həm bu adamındır, həm də bu adam, həm də bu adam. Bu adam, bunlar maraqlıdırlar sizin bu dükanın, bu dükanların dolmasında. Ona görə yəni sizə biz demirik heç bir hərəkət eləməyin. Amma demək ki, bu asandır. Yəni bu məntiqlə yanaşanda, bu məntiqi qavrayanda, başa düşəndə inanın ki, bu şirkətdən heç kəs yan keçə bilməz. Necə ki, mən yan keçə bilmədim. Yəni mən bunun mahiyyətini başa düşəndə yuxum da qaçdı və mən bütün ailə üzvlərimi bu kompaniyaya demək qeyd etdim və üzv etdim. Artıq hamısının özünün rütbələri vardır. Mən burada yenə də qısaca demək istəyirəm ki, nəyi demədimsə, bir də təkrar izah edeyim. Və burada şirkət bizə iki dənə, demək, eyni zamanda bronza olmaq nə deməkdir? İki nəfər biz dəvət eləsək, iki nəfər biz bronza oluruq. Və baxın, iki nəfər dəvət eləsək, sağ-sol olsa iki nəfər. Ya özümüz bunu götürürük kabineti özümüz üçün, ya da ki, iki nəfər dəvət edirik, şəxsi dəvətimiz. Onda şirkət demək bizə vəzifə, rütbə bronza olur, gümüş, bürünc olur bizim rütbəmiz və burada gördüyünüz kimi 13-cü dərinlik açılır. 13-cü dərinlik açılanda yenə də insanların sayı burada artıq 16 minə yaxınlaşır. 16 minə bir də çox olur. 16 min nəfəri də hərəsindən 2,5%, yəni ki 25 sent 10 dollardan söhbət, 10 dollar abunəlikdən 2,5%, yəni 25 sent sizə verilir və sizin qazancınız 4095 olur. Amma sizin qazancınız 495-dən əlavə siz 6000 qazanırsınız. Necə qazanırsınız 6000? Siz bu sizsə burada, bu sizin dəvət edildiyi 2 nəfərdirsə, bu 2 nəfər, indi bu növbəti bonus aiddir əlbəttə ki, siz 4000 qazanırsınız, bu 2 nəfər hərəsi 2000 qazanır. Onda bu 2 nəfərdən hərəsindən öz qazancı qalmaq şərtində sizə onların qazancının 50% miqdarında bonus verir. 1000 buradan, 1000 də buradan 2000. 4000, 2000, 6000 siz qazanc əldir. Bu növbəti bonusun izahı edildi, mən onu izah bir də təkrar deyəcəm sizə. Dediyimiz kimi, burada mən daha çox sizə qalmıram. Gümüş olanda yenə də həmin qazancı əldə edirsiniz. Demək, qızıl rütbəsinə qalxanda 14-cü dərinlik açılır, qazancınız olur 8191 dollar, platin olanda deyək ki, yenə 8000 və diamond olanda 16.000 dollar qazanc əldə edir. Əziz dostlar, bunlar biz görmürük bir anlığa, biz hələ bizim işlərdiyimiz bu 2000 dollardadır, yaxud bu 4000-dədir. Ona görə inşallah ki, yavaş-yavaş o vaxtda da biz düşünəcəyik. Yəni ki, əsas bunun mahiyyəti, bütün bunun demək, məntiqi, baxın, bu qlobal bonusdadır. Bu qlobal bonusda bunu çox düzgün götürüqə fikirləşmək lazımdır. İndi biz keçək birinci bonusa. Yəni ki, bu ikinci bonusu mən birinci izah mən isə bunu danışmaq istəyirəm. Birinci bonus isə, ikinci bonus bunu da adlandıraq belə deyək. İkinci bonus nə bonusu? Referans komisyonudur, bonusudur. Bu bonus nə deməkdir? Siz şirkətə daxil olmuşsa 50 dollar ödəmişsiniz və 2 nəfər dəvət eləmişsiniz və dərhal heç bir karyer, bir nəfər dəvət eləmişsiniz. Heç bir karyeriniz olmadan şirkət sizə həmin adamın dəvət elədiyiniz, tövsiyə etdiyiniz adamın, dostun, qardaşın kiminsə, demək ki, 50%-ni sizə komisyon ödəyir. Yəni ki, 50 dollar qoyubsa, 25 sizə çatır oradan. Əgər siz bürünc səviyyəsinə 2 nəfər dəvətlə bronza olsanız, bürünc olsanız, onda şirkət sizə ikinci dərinlikdən də, ikinci nəsildən də demək qazanc verir. Yəni ki, sizin dəvət etdiyiniz adamın dəvət etdiyi adamdan tam 10% verir və belə davamiyyət gedir beləsinə ardıcıl və cəmi 80% şirkət öz qazancını, abunəlikdən qazandığını ödəyir demək, qazancı ödəyir, şəbəkəyə paylayır. Burada məsəl üçün mən misal gətirim ki, bu misal belədir. Tutalım ki, siz 5 nəfər dəvət eləmişsiniz, hər 5 nəfərdən 25 dollar sizə şirkət verir. Bu sizin birinci sıranızdır. Əlbəttə, bu qızıl altın rütbəsi üçündür. Misal gətirirəm. Tutalım ki, bronza olanda ikinci xəttdən verir. Bu birinci, ikinci, altın xəttə kimi verir. Biz bir anlığa bronza üçün danışdığa gəl. Tutalım ki, 5 nəfər dəvət eləmişsinizsə, hərəsindən 25 dollar sizə şirkət verir. Və tutalım ki, burada da həmin 5 nəfər də hərəsi 3 nəfər dəvət edibsə, bir 15 nəfər də burada əmələ gəlir. Düzdürmü? Yəni ki, 15 nəfər. Bunlardan hərəsindən 5 dollar sizə verir. Yəni 10%.
Yəni ki, 50 doların 10%-i 5 dollar və bu minvalla gedir. Daha bunun üçün çox qalmaq istəmirəm dostlar. Keçək üstündən. Başqa bir misal var burada. Sadəcə demək 3 iş ortağı ilə, üçlü kopyalama ilə siz demək 10 dərlikdən qazandığınız 46 min dollar ola bilir. Yəni bu hallar mövcuddur və misallar var, çeklər var, hamısı real, şirkət realdır, qanunidir və dünya səviyyəli bütün hər şey artıq Amerika Birləşmiş Ştatlarının televiziya kanallarında reklamlara çıxır və bunu tam arxayın, tam rahat bu şirkətə qoşula bilərsiniz. Yəni ki, hesab edin ki, mən öz bütün ailə üzvümü bura daxil eləmişəmsə, bu bilin ki, bu nə deməkdir. Yəni mən biraz bu sahədə təcrübəliyəm, bilirəm ki, hansı kampaniya doğru, hansı kampaniya yalandır. Burada üçlü kopyalamanı görürsünüz dostlar. Demək, birincisi 3 nəfər dəvət eləmişsinizsə, 3 nəfər də 3 nəfər dəvət eləsə 9 nəfər, 9 nəfər arası 3 nəfər, 27 nəfər, 3 nəfər, hər kim 3 nəfər dəvət eləsə, gəlib demək 12-ci dərinlikdə deyək ki, 59 demək 1049 nəfər ilə bu da e, bunun cəm olanda 88 min demək burada insan yaranır, abunə yaranır və bu abunələrin də cəmi 46 min dollar qazanc verir. Burada həmin qazancı bir-birisi bu videonu saxlayıb baxa bilərsiniz burada. Yəni ki, 50% birinci xəttdən, 10% ikinci xəttdən və sizə karyera rütbəniz qalxdıqca, yəni siz birinci olsanız ikinci xətt açılır. Gümüş olsanız 4 xəttdən verir sizə, 3-4-cü dərlikdən verir. Qızıl olsanız demək 5-6-cı dərlikdə. Bunlar sizə baxın 2%, 1%, bunlar böyük rəqəmlər sayılır. Yəni ki, orada artdıqca insanın sayı artır axı. Yəni 46 min dollar siz qazanc əldə edirsiniz dostlar. Bu ikinci bonusu danışdım. İndi biz keçək üçüncü bonusa. Bunu da yadda sal. Bunu həmişə bunu əzbərləyin dostlar. Yəni bu çox vacib bir şeydir. Bu sadəcə 2 nəfərdən söhbət ki. Amma siz 3 nəfər, 4 nəfər, 5 nəfər gətirə bilərsiniz. Yəni ki, dəvət edə bilərsiniz. Növbəti qazanc isə dediyimiz kimi matching qazancdır. Bu çekdən çek deməkdir. Yəni ki, bu necə olan şeydir? Yəni o deməkdir ki, qazancdan qazanc. Bayaq dediyimiz kimi sizin heç bir karyeranız yoxdur, amma siz bir nəfər dəvətləmisiniz cəmi məsəl üçün və həmin adamın aylıq qazancın 50%-i miqdarında şirkət sizə bonus verir. Əgər siz gümüş olsanız, deyək ki, demək ki, onda sizə 2 dərlikdən verir. 2 nəsildən arasından həm 50%, ikisindən də 10%, 10% verir. Bu minvana gedir. Və bunun üçün çox deyəm. Məsələn, bayaqki misal gətirdim sizə ki, bir də ora qayıdım. Məsələn, burada əgər siz burada sizsə, bu da sizin 2 nəfər dəvət adamdır. Demək siz 4000 qazansınız, bunlar 2000 qazanır. Hərəsindən 1000 sizə qalanda verəndə bonus kimi 6000. Bunu hər halda özünüz də daxil olub yaxşı öyrənə bilərsiniz olsa. Çünki məsələn, matching bonusun misalı burada göstərilir. Tutam ki, bu sizsə 5 nəfər dəvətləmir. Bunların qazancı 2000, 1000, hərəsi bu qədər qazanırsa, bunların qazancının yarısı idarəsinə veriləndə, cəm eləyəndə 2000 dollar olur. Burada bir başqa misaldır. Bu çox dayanmaq istəmirəm. Burada bizim Tim Miller'in demək aylık qazancı göstərilir. Burada daimi qazancı 80 min dollar. Amma o hal-hazırda onun qazancı ayda demək 100 min dollara çatır. Bu saytından götürülmüş screenshotdur. Və bu rütbə demək parakende satışlar olur. Bu satışlardan şirkət bizə qazanc verir. Yəni bizim parakende satışla üzvlüyü haqqında satışın fərqinin yarısı miqdarı bizə qazanc verir. Və bu rütbələrin bir-birinə kömək eləməsi, məsəl üçün qızıl rütbəsində olan insan gümüş insanı artıq kömək edir və özü də yuxarı pilləyə qalxır. Bir-birinə burada dəstək, kömək hər birinə vardır. Və burada rütbələrin demək 2 nəfər əgər dəvətləsəz bürünc demək olarsa 10 nəfər dəvət edir, cəmi 20 nəfər olsa sizin şəbəkədə gümüş və 100 nəfər olsa demək siz altın, yəni qızıl və 500 nəfər olsa platin və 2500 olsa siz almaz olursunuz. Və eyni zamanda şirkət pulu necə bizə verir, bonuslar necə verir? Şirkət soruşur ki, bizdən pulu necə istəyirsə, yəni ki, sizin kriptovalyuta ilə yaxud sizin bank hesabınıza göndərək, yaxud sizin kartınıza göndərək, necə istəyir və eyni zamanda istəyir kart şirkət özü bizə Mastercard verir, həmin Mastercard'a da onlar yükləyə bilər, bizə kart göndərir, həmin kartda da biz bankomatdan rahat formada çıxarda bilərik. Bütün variantlar var, hər şey rəsmidir, qayda qanunla tam arxın ola bilərsə problem yoxdur. Və bu saytda da burada görürsünüz. Dediyimiz kimi, indi bir neçə kəlmə də mən istəyirəm sizə məlumat verim. Öz kabinetim haqqında, indi kabinetin orada da əlavə söhbət eləyərik inşallah.
Əziz dostlar, demək mən davam edirəm videomu, demək təqdimatı. Bu mənim öz saytımda gördüyünüz kimi Ağayşin Əzimov. Bax, burada yazıb ki, nəzarət bizdədir. Biz özümüz istədiyimiz kimi bu saytda hər bir dəyişiklik edə bilərik. Yəni şirkət başqa ada keçidə bilərik. Və burada üzvlüyümə baxanda, yəni ki, birbaşa illik ödəniş olubdur. Burada gördüyünüz kimi 24 və 26-cı ilə qədər bunu etmək çox yaxşıdır ki, yaddan çıxmır və çünki biz yadımızdan çıxardanda, eləyəndə o istərsəməz bizdən sonra olan adamları biz şəbəkəni itiririk, adamları itiririk. Və komandamıza baxanda, burada komanda bir məhsullar da bir bazı göstərim sizə. Demək mağaza məhsullar. Burada məhsullar da dediyimiz kimi qısaca danışmağa çalışırım, ancaq üstəki vaxta gedir. Burada məsələn məhsulları müqayisə üçün bir dənə fikir verin. Ətraflı məlumat əldə etmək üçün məhsulların qiyməti də fərqlidir. Görürsünüzmü belə? Və başqa şirkətlərlə bu üzvlük qiymətidir, bu isə pərakəndə satış qiymətidir. Adam deyir ki, mən istəmirəm üzv olmaq, bunu alır. Üzv olmaq istəyirsə, onda ucuz qiymətə, daha ucuz qiymətə alır. Amma burada baxın şirkətlər, başqa şirkətlərlə müqayisədə bu şirkətlər real şirkətlərdir və bunlarda həmin dozada olan maqneziumu görürsünüz, qiymət fərqi nə qədərdir, özünüz burada şahidi olsun. Da bunu sizə çox deyəmirəm dostlar. Keçirəm demək mənim komandama və komandada da gördüyünüz kimi artıq mən gümüş səviyyəsindəyəm və məndən sonra olan yoldaşlar da burada mənim ailə üzvlərim də hamısını bunlar artıq büyün səviyyəsində işləyirlər və belə Allahın köməyi ilə bu belə gedir. Dediyimiz kimi əgər mən aylığı ödəməsəm, baxma ki, gümüş səviyyəsində, mən buradan düşürəm aşağıya, ən axırıncıya və bu adam keçir mənim yerimə. Ona görə vaxtında ödəniş eləmək lazımdır 17 manatı ya 10 dolları ki, bu iş olmasın. Qazancların bölməsi də keçə bilərik burada. Qazancını göstərə bilərəm sizə bir də. Yəni qazancımız nə olubdur? Burada şirkət bizə demək həftəlik və aylıq bonus verir və burada görürsünüz birinci ayda bu həftəlik qazancları burada görürsünüz hamısını. Demək. Aylıqlar isə həmişə birinci ay qazandığım demək olubdur 3,75 dollar, ikinci ay 11 dollar və bunlar hamısı abunəlikdən olandır. Yəni 10 dolların 2,5 demək sentidir. Bu gördüyünüz kimi mən şirkətə 24 yanvarda qoşulmuşam və yanvar hesablamasaq fevral, mart, aprel ayında artıq demək belə bir qazanc. Yəni qazanc bunu göstərib realdır və bunu almaq belə bir şey. Reytingə də baxanda artıq demək mənim demək şəbəkəmdə mən gümüş səviyyəsindəyəm. Demək şəbəkəmdə artıq 47 nəfər demək şəxs vardır. Yəni ki, hər birinizə bol qazanc arz edirəm. Əziz dostlar, burada tam rahat hər kəs qazana bilər. Ona görə tam arxayın olun. Demək, e, şirkətə yazılın. Bu şirkətə yazılmaqla bağlı heç kəs peşman olmayacaq. İnşallah hər kəs qazanc əldə edəcək. Sağ olun. Sizin də Ağayşən Əzimov idi.